Ağcabədi rayonunda doğuş zamanı uşaq ölümü baş verib. Zərdab rayon sakini Rəhimova Ləman Abbas qızı hamiləlik sancıları ilə Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırılıb. Doğuş zamanı ananın bətnində olan qız övladı ölü doğulub. Faktla bağlı araşdırma aparılır. Dejurun həkimi də dünən mənim saat 3-dən sonra, iradə doktor gedəndən sonra, saat 3-dən sonra bir səhər saat 6 kimi mənim gəlim qalıb koridorda. Baxımsız ucundan. Axırda yoldaşım hədyanlıq eləyəndən sonra saat 6-da mən gəlmişəm bura, o moment uşağı çıxardıblar, stola çıxardıblar. Yarım saat çəkməyib, həkim mənə deyir ki, uşaq ölüb. Niyə ölüb? Dünən saat 3-dən olan xəstə, banı işə gələn xəstə. Görən bu boyda, Ağdabədinin bu boyda banı çəkib ki, hökumət buna. Bunun müdürü hardadır, bunun həkimi hardadır. Bu harda, gedib yatıb öyündə, xəstədən xəbəri yox. Xəstə də qalıb qaldı orada. 8-də doğuşa qaldırdı. Doğuşa qaldırandan sonra da xəbər gəldi ki, bəs uşaq ölü doğuldu. Niyə doğuldu ölü? Bilmədim. Könül Kazımova, Novruz Vəliyev, Həcər Həsənova bugün informasiya proqramı üçün.